Eləməyin ay qardaş, eləməyin. Adamı yaman günə salırlar. Qardaş 5-6 il bundan öncə İstanbul klinikasında 2 dəfə saç əkdirib. Qardaşa bu möhtəşəm görüntüyə nə qədər pul vermisən dedim. Birinə 3000, birinə 2500 manat pul vermişəm. Amma məni yandıran verdiyim pul deyil. Məni yandıran ilk əvvəllər bəhbəhlə əkdirib, amma 4-5 ildən sonra gördüyünüz görüntüdür. Saç əkimindən sonra donor bölgəsi məhv olunmuş vəziyyətdə bizə müraciət etmişdi qardaş. Qardaş üçün nə qədər çalışsaq da başın üst hissəsi üçün nəzərdə tutulan protez tətbiq edə bilmədik. Çünki qardaşın saçının kənarları həddindən artıq seyrək və normasından artıq saç çıxardılmışdı. Ona görə də bütün saç tökülənlər üçün nəzərdə tutulan bütün baş protez tətbiq etmək qərarına gəldik. Qardaşa özün də salonumuzda səndən başqa da 4 nəfər saç əkdirən müştərimizi gördün. Qardaşa azı 2000 nəfərdən yuxarı saç əkdirib hal-hazırda protez saç istifadə edən müştərimiz var. Onların içində 14.000 evro pul verib Türkiyədə 4 dəfə əkdirən də var. 500 manata Azərbaycanda əkdirən də var. Hamıda ortalama 4-5 ilə eyni nəticə olur dedim. Qardaşa səni saç əkdirməyə həvəsləndirən nə olmuşdu dedim. O vaxtı bir məşhur var idi. Həmin klinikada saç əkdirmişdi. 2 gündən sonra çıxıb reklam edirdi ki, mən əkdirmişəm, siz də əkdirin. Mən də ona allanıb gedib saç əkdirdim. Yəqin o məşhurun indi yaxşı gür saçları var dedim. Yox nə gür, mənim saçımdan betərdir deyirdi qardaş. Qardaşa hal-hazırda başında protez saçın hissiyatı necədir deyəcəydim ki, qardaş deyir, bəs deyirdilər protez saçı başında artıq bir şey kimi hiss eləyirsən. Heç başımda artıq bir şey kimi hiss eləmirəm axı deyirdi qardaş. Onlar hamısı yalan miflərdir. Elə şeylərə allanmayın. Onu sənə heç vaxt protez saç istifadə edən biri deyə bilməz dedim. Heyif ki o kadrı göstərə bilmirəm. Qardaş sonda güzgüyə baxanda təəccübünü saxlaya bilmədi. Mən niyə bu qədər tərəddüd etmişəm? Mən niyə vaxtında gedib o qədər zülm çəkmişəm? Niyə illərdir kepka ilə gəzirəm? Bunu niyə vaxtında etməmişəm ki dedi. Cəmisi 1 saata illərdir arzuladığım nəticəyə qovuşdum dedi.